Əlbəttə bu gün istərdim ki, Eminlə İlham evlatlarım yanımda olsun. Deyib ki, həyatda yoxdular. Olarsız bu günü keçirirəm və olarsız keçirirəm deyəndə ki, nəsə böyük bir təmtəraq etmirəm. Bunu edə də bilmərəm. Ona ürəyim imkan da vermir. Amma dostlar sağ olsunlar. Sizin kimi dostlar və digər dostlarım, mətbuat işçiləri, televiziya işçiləri sağ olsun. Teatrımızın kollektivi sağ olsun ki, məni qoymurlar bədbinləşim. Bugün ARB kanalı mənim ad günümü qeyd edəcək günorta canlı yayımda. Mən bunu istəmirdim, amma onlar özləri istəyirlər ki, mənim üçün yaxşı olsun, yəni bədbin olmayım. Ona görə çox sağ olsun. Hər birinizə təşəkkürümü bildirirəm. Əlbəttə bu yaşın üstünə yaş gəlmək mənim üçün çox yaxşıdır, önəmlidir. Çünki mən bilirəm ki, bu 68 yaşım olur. Bunun 51 ilini mən sənətə həsr eləmişəm. Heç də elə belə yaşamamışam. Adi həyat sürməmişəm. Çox gözəl həyat sürmüşəm. Yəni festivallar, Azərbaycanın incəsənətini xarici dövlətlərdə təmsil etmişəm. Qastrol səfərlərində çox olmuşam. Mənim tamaşaçılarım var ki, bugün onların 50-dən yuxarı yaşı var. Vaxtı ilə balaca uşaq olarkən mənim tamaşalarıma gəliblər. Mənim tamaşalarımla, nağıllarımla böyüyüblər. Özləri deyir, görürsünüz ki, yolda görürlər məni. Başqa bir yerdə görəndə deyirlər, Rəhman müəllim, sizin tamaşalarınızla böyümüşük. Yəni, mən bununla fəxr eləyirəm. Allah var eləsin. Yox, hər şey yaxşıdır bu dəqiqələrdə. Amma qeyd eləməyi qeyd eləmirəm. Bir neçə nəfər, məsələn, ailə üzvlərimlə indi evdə qeyd olunacaq da belə tort kəsimi ilə adla yola verəcək keçsin.